Salam, xoş gördük. Mən Nüfər Həsənova. Deməli, DIM test toplusunda ağac informasiya modeli və qraf informasiya modeli bölməsinə aid olan belə bir suala baxırıq. Sual bu formadadır. Təqdim edilmiş qraf üçün qonşuluq matrisi tərtib olunarsa, sıfırların sayı neçə olar? Bu misalı həll eləmək üçün ilk öncə biz təpələri sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Deməli, təpə sayı 20-yə bərabərdir və biz bilirik ki, təpənin kvadratı qədər 0 və 1-lər vardır. Təpə də bizdə 20-yə bərabər olduğuna görə 20-nin kvadratı 400-ə bərabərdir. Yəni 400 qədər 0 və 1-lər vardır. Amma biz gəlin belə bir məqama baxaq ki, deməli bunları silək, qoçaşmayaq. Deməli burada fikir versək ki, baxın, hər təpədən 3 til çıxır. Baxın, növbəti təpədən də 3 til çıxacaq. Həmçinin baxın bu təpədən də baxın 3 til çıxır. Həmçinin bu təpədə bax görürük ki, hər təpədən 3 til çıxmış olacaq. Deməli burada nə edirik? Özü də bu yönləndirilməmiş qrafdır. Yəni istiqaməti olmayan qrafdır. Ona görə burada til sayı til sayı burada tapmaq üçün deməli burada 20 təpə var, düzdür? Hər təpədən də 3 til çıxır. 20-ni 3-ə vuracaq, 60 olacaq. Aydındır? 60 olacaq. Deməli və burada 60 til sayı deyil də. Deməli burada 60 til sayı deyil. 60-ı böləcəyik 2-yə. Çünki baxın bura. 2 təpəni bir til birləşdirir də. Deməli, yəni, tutaq ki, bu A təpəsidir, bu da B təpəsidir. A-dan B-yə də yol var, B-dən də A-ya yol var da. Tillərin sayı 60-ı, deməli, 30, belə deyək də, til sayıdır. Amma birlərin sayı 30-u vuracaq 2-yə, 61-in sayı olacaq. Bizdən sıfırların sayını istəyirik. Biz ümumidən, yəni 400-dən çıxırıq 60-ı, cavab olacaq 340. Yəni 340 0 sayıdır. Və bu sualla bağlı nəsə sualınız olsa rəy bölməsinə yaza bilərsiniz. Həmçinin irad və təkliflərinizi yaza bilərsiniz. Və abituriyent və dövlət qulluğuna hazırlaşmaq istəyənlər, dərslərimə qoşulmaq istəyənlər əlaqə saxlaya bilərlər. Bunun üçün də əlaqə nömrəsini qeyd edirəm. 050 515 73 66. Diqqətinizə görə təşəkkür edirəm.